Atdılar şəxriyə. Polislər dedi ki, bölməyə getməliyik. Güya məni rəis çağırır. Dedim ki, məşğulam, sahəmdə 20 qadın çalışır. Suvarma işini təşkil etməliyəm. Onu da dedim ki, sahə uzaqdadır, işdən sonra qadınları evlərinə aparmalıyam. Sonra işçiləri hardan tapacam? Dedilər, yox. Mənə hücum çəkdilər. Bir neçə polis əməkdaşı qollarımı burub yerə yıxdı. Məni təpikləməyə, boğmağa başladılar. Huşumu itirdim. Hətta huşumu itirəndən sonra da mənə işgəncə verməyə davam ediblər. Sonra qoluma qandal vurub polis bölməsinə aparıblar.